Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə birlikdə elektrik yükü, elektrik sahəsi mövzularına başlayacağıq. Deməli, elektrik yükü, elektrik sahəsi nədir? Əvvəlcə onunla tanış olaq. Elektrik yükü nədir uşaqlar? Sükunətdə olan elektrik yüklərinin arasında və yaxud da elektrik yüklərini öyrənən elektrodinamika bölməsi elektrik adlanır. Elektrik yükünə malik olan cisim və zərrəciklər arasında qarşılıqlı təsir yaranır. Həmin o qarşılıqlı təsir də elektromaqnit qarşılıqlı təsir adlanır. Deməli, elektrik yükləri arasında yaranan qarşılıqlı təsir elektromaqnit qarşılıqlı təsir adlanır. Bu nə deməkdir? Yəni ki, deməli, ya qarşılıqlı təsir nədir? Ya itələmə olur, ya da cəzb etmə. Eyni işarəli yüklər bir-birini itələyir, müxtəlif adlı, müxtəlif işarəli yüklər bir-birini cəzb edir. Həmin o cəzb etmə və itələmə elektromaqnit qarşılıqlı təsir adlanır. Uşaqlar, elektrik yükünün beynəlxalq sistemlərdə vahidi, deməli, kulondur. Deməli, kulon şərəfinə adlandırılmışdır, Şarl kulon şərəfinə adlandırılmışdır və skalyar cəmiyyətdir və Q hərfi ilə işarə olunur. Q bərabərdir 1 kulon. Uşaqlar, 1 kulonda amper vurulsun saniyə deməkdir. Bu belə. 1 kulon uşaqlar 1 amper cərəyan şiddətində deməli sabit cərəyan axan naqildən n kəsi ilə 1 saniyə ərzində keçən elektrik yükü miqdarına deyilir. Yəni deməli belə deyək də, cərəyan axan naqil həmin o naqildən bircə saniyə ərzində keçən elektrik yükünə bərabərdir. Baxın, belə deməkdir də, deməli cərəyan şiddəti I bərabərdir Q bölü T ilə yazılır düsturu. Deməli, T bərabərdir 1 saniyə olanda, yəni zaman vahidə bərabər olanda elektrik yükü I-yə bərabərdir. Yəni cərəyan şiddəti Q-yə bərabərdir. Deməli, 1 kulonda ona görə tərifi bu şəkildə adlandırılır. Uşaqlar, təbiətdə 2 növ elektrik yükləri mövcuddur. Bir müsbət yüklər, bir də mənfi yüklər. Elektron qəbul edən cisim mənfi, elektronun itirən atom və yaxud da isə cisim müsbət yüklənir. Eyni işarəli yüklər isə uşaqlar bir-birini dəf edir. Baxın, tutalım ki, müsbətlə müsbət bir-birini itələdi, mənfi ilə mənfi bir-birini itələdi. Yadımızda qalsın, elektron itirən və yaxud da elektron qəbul edən atom ion adlanır. Müsbət və yaxud da ki, təbiətdə mənfi ion olmaqla 2 yerə ayrılır burada. Uşaqlar, elektron mənfi, proton müsbət yükə malikdir. Bunu yəqin bilirik. Neytron isə neytral zərrəcik olub, elektrik yükü sıfıra bərabərdir. Yəni neytraldır, elektrik yükü yoxdur, sıfırdır. Elektrik yükünün uşaqlar aşağıdakı bu xassələri var. Gəlin bir-bir baxaq. Elektrik yükünün diskretlik xassəsi nə deməkdir? Mən bunu sizə belə izah etmək istəyirəm. Deməli, elektrik yükünün diskretlik xassəsini. Tutalım ki, mənim əlimdə 100 qəpiyim var. Baxın, 100 qəpik pulum var. Deməli, uşaqlar, bunu parçalayaq gəlin 100 qəpiyi. Mən 100 qəpiyi 5 dənə, 20 qəpiyə parçalaya bilərəm. 20, 23, 4, bir daha 5, 20 qəpiyə parçaladım. 20 qəpiyin özünü də 4 dənə 5 qəpiyə parçalaya bilərəm. 5 qəpik, 5 qəpik, 5 qəpik, 5 qəpik. Elədim 20 qəpik. Aha. İndi mən bu 5 qəpiyi də 5 dənə 1 qəpiyə parçalaya bilərəm. 5 qəpiyi parçalayıram. 5 dənə 1 qəpiyə. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Aha. Deməli, 5 qəpiyin özünü uşaqlar 1 qəpiyə parçaladım. Artıq 1 qəpikdən sonra parçalamaq mümkün deyil. Yəni kiməsə gedib dükanda deyə bilmərik ki, mənə 0,5 qəpik nə bilim nə isə ver, 0,4 qəpik nə isə ver. Yəni bunlardan deməli yoxdur da, yəni belə bir qiymətlər yoxdur, belə bir qəpik yoxdur. Ona görə də pulun ən kiçik ölçü vahidi 1 qəpikdir. Yəni diskret cəmiyyətlər sona qədər bölünə bilməz. Ən kiçik ölçü vahidinin tam mislinə bərabərdir. Deməli uşaqlar, biz yükü də nə etdik? Yükü də ona görə deyirik ki, elektrik yükünün diskretlik xassəsinə malikdir. Elektrik yükü, deməli, biz yükü də böləndə, elektrik yükünü böləndə, ümumiyyətlə, yükün özünü böləndə, yükünü böləndə ən kiçik elektrik yükü alınır. Q, o da elektrik yükü adlanır. Burada ən, deməli, sonda necə ki, 1 qəpik alındı. Bizdə də ən sonda yükü böləndə elektrik yükü alınır. Daha sonra uşaqlar, elektrik yükünün saxlanma qanununa baxaq. Elektrik yükünün saxlanma qanunu nədir? Elektrik yükünün saxlanma qanunu nədir? Deməli,
Uşaqlar, qapalı sistemdə elektrik yüklərinin cəbri cəmi sabit qalır. Yəni sistemin əvvəlki yükü sonrakı yükünə bərabər olur. Yəni tutalım ki, biz qapalı bir qab götürsək, qapalı sistemdə belə deyim də, nə elektrik yükü daxil etməsək, nə də elektrik yükü xaric etməsək, o zaman yüklərin cəbri cəmi sabit olur. Bu da belə. İndi yükləri Q1 və Q2 olan iki eyni kürəni toxundurub aralayaraq görək nələr baş verəcək. Əvvəlcə dedik ki, elektrik yükün saxlanma qanununa görə qapalı sistemdə yüklərin cəbri cəmi sabit qalır. Sistemin əvvəlki yükü sonrakı yükünə bərabərdir. Eynən impulsun saxlanma qanununa oxşadır. Burada Q1 bərabərdir Q2 o da bərabərdir Q1 plus Q2 bölünsün 2. Nə vaxt? Deməli, iki eyni kürə toxundurulub ayrılarsa, onlardan sonraki yüklər eyni olacaq. Və bu şəkildə təyin olunur. F1 də F2-yə bərabər olur. Şolar, kürələr müxtəlif olarsa, belə deyim də, yəni radiusları fərqli olarsa. Baxın, bayaqdan eyni ölçüdə idi. Eyni ölçüdə radiuslar eyni idi. İndi isə radiuslar fərqlidir. Ölçüləri yəni fərqlidir. Kürələr müxtəlif olarsa, o zaman radiusları nəzərə alırıq. Elə bir Q1 bərabərdir Q1 plus Q2 bölünsün R1 plus R2 vurulsun R1 birinci kürə üçün. İkinci kürə üçün də eynidir. Bir dənə ikinci kürənin radiusunu burada qeyd edirik. Yəni onun radiusunu vururuq. Yenə də F1 bərabərdir F2 olur. Daha sonra Uşaqlar, elektrik yükü invariantdır, yəni bir hesablama sistemindən digərinə keçəndə qiyməti dəyişmir, invariantlıq xassəsi qorunur. Bəs yaxşı, cisimlərin elektriklənməsini hansı cihazla müəyyən edirik? Dedik ki, cisimlər elektriklənir, bəs elektriklənməni biz necə müşahidə edə bilərik? Uşaqlar, elektriklənməni müşahidə etmək üçün elektroskop adlanan cihazdan istifadə olunur. Elektroskopu əsasən evdə də hazırlamaq olar. Deməli, yəni əgər elektroskop yoxdursa, evdə özümüz bunu hazırlaya bilərik. Deməli, elektroskop daxilində 2 dənə köynəklər olur. Bunlar yüklənir və bir dənə topuzdan ibarətdir. Deməli, elektriklənmə iş prinsipi elektrik yüklərin, eyni adlı yüklərin bir-birini dəf etməsi xassəsinə əsaslanır. Elektroskopun iş prinsipi eyni adlı yüklərin bir-birini dəf etməsi xassəsinə əsaslanır. Əgər, baxın şəkillərə uşaqlar. Şəkillərdə biz elektroskop görürük, elektroskop yüklənir. Əgər biz müsbət yüklənmiş cismi, deməli, elektroskopun topuzuna, baxın bu topuzdur, köynəklərlə elektroskopun kürəsini bir-birindən əlaqələndirir. Müsbət yüklənmiş kürəni elektroskopun topuzuna yaxınlaşdıranda, topuz normalda neytral olur, yəni müsbət və mənfilərin sayı bərabər olur. Müsbətə yaxınlaşdıranda topuz əvvəlcə neytral idi. Müsbət, 3 müsbət tutalım ki, 3 dənə mənfi var və yaxud da 5 müsbət, 5 mənfi bu şəkildə. Müsbəti mənfi, deməli, neytral topuza yaxınlaşdırdım. Müsbətləri uşaqlar neynədir? Özünə doğru cəzb etdi. Deməli, daha doğrusu müsbət yüklənmiş cismi elektroskopun topuzuna yaxınlaşdıranda eyni işarəli yüklər var. Burada müsbətlər də var idi da. Həmin o müsbətləri qovdu aşağı, itələdi axı. Qaldı nələr? Mənfilər. Baxın, bir də deyirəm. Deməli, müsbət yüklənmiş cismi elektroskopun topuzuna yaxınlaşdırırıq. Əvvəlcə topuzda həm müsbətlər var, həm mənfilər. Baxın, belədir. Bu müsbətləri qovdu. Gəldilər köynəklərə. Bir dənə qaldı mənfilər yerdə. Deməli, bu müsbətlər, topuzdakı müsbətlər gəldi yarpaqlara. Yarpaqlar da uşaqlar eyni işarəlidirmi? Bir-birini ona görə itələdi və elektroskopun köynəkləri tam açılmağa başladı. Səthin vahid sahəsinə düşən uşaqlar elektrik yükünə elektrik yükünün səthi sıxlığı deyilir. Deməli, yəni S bərabərdir 1 olanda sigma Q-yə bərabər olur. Vahidi klon bölünsün metrin kvadratıdır. Klon, yükün vahidi klondur, sahənin vahidi metrin kvadratı. Deməli, elektrik sahəsinin təsiri ilə metal lövhədə yüklərin yenidən paylanması elektrostatik induksiya hadisəsinə adlanır. Bunu keçəcəyik. Bəs yaxşı, görək klon qanunu nədir? İndi isə baxaq, deməli, klon qanununa. Klon qanunu ilk dəfə olaraq klon tərəfindən kəşf edildiyinə görə klon qanunu adlanır.
Görək Coulomb qanunu nə deyir? Uşaqlar, Coulomb qanununda deməli Q1 eyni işarəli yükdə tutalım. Q1 böyükdür 0-dan. Bizə eyni işarəli yüklər verilibdir. İkinci şəklə baxaq, sonra birinciyə. Deməli, bizə eyni işarəli yüklər verib. Q1 böyükdür 0-dan. Q2 də deməli böyükdür 0-dan. Burada müsbət və eyni işarəli yüklər arasında deməli biz bilirik ki, eyni işarəli yüklər bir-birini itələyir. Müxtəlif işarəli yüklər isə bir-birini cəzb edir. Birinci şəkildə isə Q1 müsbətdir, Q2 mənfidir. İndi baxaq görə nə baş verəcək. Birinci şəkilə görə eyni deməli müsbət yüklənmiş kürə və mənfi yüklənmiş kürədən şəkil göstərilmişdir. Uşaqlar, birinci kürənin deməli ilə ikinci kürənin səthi arasındakı məsafə minimal məsafədir və minimum şəklində qeyd olunur. Deməli, minimum şəklində qeyd olunur və birinci kürədən mərkəzindən ikinci kürənin mərkəzinə qədər olan məsafə isə maksimal məsafə adlanır. Deməli, əks işarəli yüklər bir-birinə cəzb edir və Newtonun 3-cü qanununa görə F1 bərabərdir mənfi F2 şəklində təyin olunur. Yəni, Newtonun 3-cü qanunda nə deyilirdi? İstiqamətcə, qiymətcə bərabər istiqamətcə əksi idi və burada mənfi işarədə istiqamətin olduğunu bildirirdi. Deməli, birinci kürənin bir də qeyd eləyək. Deməli, uşaqlar, birinci kürənin mərkəzi ilə birinci kürənin mərkəzi ilə digərinin səthi arasındakı məsafə minimal məsafə adlanır. Coulomb qüvvəsində uşaqlar mərkəzlər arasındakı məsafə götürülür. Yəni R bərabərdir R minimum plus böyük R şəklində qeyd olunur. Və yaxud da R bərabərdir R maksimal çıxılsın böyük R. Uşaqlar, gəlin görək dielektrik nüfuzluğu nədir? Coulombun kəşf etdiyi qanun belə ifadə olunur. Deməli, sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəli yüklərin modulları hasilə düz, onlar arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Yəni, iki dənə yükün hasili, nöqtəvi yükün deməli, qarşılıqlı təsir qüvvəsi yüklərin modulları hasili ilə düz, onlar arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Bu da bərabərdir. K-nı yerinə yaza bilərik. 1 bölünsün 4 pi epsilon 0, Q1 2 bölünsün R kvadratı da olduğu kimi. Daha sonra uşaqlar, F bərabərdir. Dielektrik daxilində F0 bölünsün Y şəklində qeyd olunur. K vurulsun Q1 2 bölünsün R kvadratı yazılır. Epsilon da burada. Yəni, dielektrik, bir cins dielektrik daxilində. Vakuumda olanda bu şəkildə olur. Dielektrik daxilində isə F bərabərdir. Vakuumdakı bölünsün dielektrik nüfuzluğu. Uşaqlar, vakuumdan dielektrikə keçəndə Coulomb qüvvəsi epsilon dəfə azalmış olur. Doğrudan da vakuumdan dielektrik daxilinə keçdi. Coulomb qüvvəsi azaldı epsilon dəfə. İndi bunu izah edəcəm. K Q1 Q2 böl R kvadratı bizə verdi F-i. Eləmi? Gətirdim, qoydum yerinə F-in yerinə. Epsilon deməli bölsün vurulsun R kvadratı şəklində oldu. K-nın da yerinə nə yaza bilərik? 1 bölsün 4 pi epsilon vurulsun bu epsilon. F R-lə tərs mütənasibdir. Q1 Q2 ilə isə düz mütənasib asılıdır. Yəni R-in kvadratı ilə tərs mütənasibdir. İndi görək. Bir də uşaqlar, Coulomb sabit K-nın qiyməti 9 vur həmişə 10 üstü 9 şəklində qeyd olunur. K-nın özü 1 bölünsün 4 pi epsilon 0-a bərabərdir. Epsilon isə elektrik sabitidir və qiyməti 8,85 vurulsun 12-yə bərabərdir. Uşaqlar, həmçinin Coulomb qüvvəsi burulma tərəzisi vasitəsilə ölçülür. Yəni, Coulomb bu qanunu burulma tərəzisini istifadə edərək almışdır. İş prinsipi də hüquq qanununa əsaslanır. Bunu da mütləq qeyd eləyərik. Burulma tərəzisinin iş prinsipi hüquq qanununa əsaslanır. İndi uşaqlar, topluda buna aid suallar var. Eynən bu qaydaya aid. Gəlin də ona baxaq. Tutalım ki, topluda belə bir sual verir. Deyir ki, vakuumda dielektrik daxilinə, belə deyək də, vakuumdan dielektrik daxilinə Coulomb qüvvəsi epsilon dəfə azalır. Deməli, vakuumdan, bunları qeyd eləyərik. Vakuumdan dielektrik daxilinə keçəndə Coulomb qüvvəsi epsilon dəfə azalır. Məsələn, bizim 2 dənə nöqtəvi yükümüz var, maye daxilindədir. 2 dənə nöqtəvi yük maye daxilindədir.
Əgər biz mayeini suyu buxarlandırsaq, sual verilir ki, Coulomb qüvvəsi necə dəyişər? Maye nədir uşaqlar? Dielektrikdir, yəni elektriki keçirir. Dielektrik daxilindədir. Suyu buxarlandırsaq, onda hava neyniyəcək? Vakuum daxilində olacaq. Suyu buxarlandırsaq, qabdakı su qalmayacaq, yəni hava və yaxud da vakuum qalacaq qabın içərisində. İkinci halda isə, deməli, mühitimiz vakuumdur. Yəni birinci halda dielektrik idi, buxarlandırılandan sonra su vakuum oldu. İndi deməli, əsas son olaraq qeydimiz vakuumdan dielektrik daxilinə keçəndə Coulomb qüvvəsi epsilon dəfə azaldı. Necə ki, buradakı kimi. Vakuumdan dielektrik daxilinə keçəndə Coulomb qüvvəsi epsilon dəfə azalmış oldu. Dielektrik nüfuzluluğuna baxaq. Yüklər arasında məsafə sabit qalmaq şərti ilə vakuumdan bir cins dielektrik daxilinə, yəni mühitə keçəndə Coulomb qüvvəsinin neçə dəfə azaldığını göstərən kəmiyyət dielektrik nüfuzluluğu adlanır. Bayaqçı dediyimiz eyni şeydir. Y bərabərdir F bölünsün F şəklində ifadə olunur. Gəlin görək uşaqlar, elektrik sahəsinin intensivliyi nədir? Elektrik sahəsinin qüvvə xarakteristikası elektrik sahəsinin intensivliyi adlanır. Elektrik sahəsinin intensivliyi böyük Y hərfi ilə işarə olunur. Deməli, Y hərfi ilə işarə olunur. Elektrik sahəsinin intensivliyi vektorial cəmiyyətdir. Biz demişdik, vektorial cəmiyyətlər hansı cəmiyyətlərə deyilir? İstiqaməti olan, həmçinin ədədi qiymətə malik olan cəmiyyətlərə vektorial cəmiyyətlər deyilir. Uşaqlar, intensivliyin düsturu Y bərabər F bölü Q şəklində ifadə olunur. Belə deyək də, elektrik sahəsində sınaq yükünə təsir edən qüvvənin həmin yükün miqdarına olan nisbətinə elektrik sahəsinin intensivliyi deyilir. Buradan da F bərabərdir çarpaz vursaq, deməli Q vurulsun Y-dir. Vahidi nədir uşaqlar? Dedik ki, qüvvənin vahidi Newtondur, yükün vahidi Coulomb. Newtonun açılışı nədir? Kiloqram vur metr böl saniyənin kvadratı. Vurulsun, Coulombun açılışı nə idi? Bayaq dedik, amper vurulsun saniyə. 2 dənə saniyənin kvadratı, bu da saniyə eləyəcək. Kiloqram vurulsun metr bölünsün amper vurulsun saniyənin kubu. Və yaxud da uşaqlar, volt bölünsün metr şəklində də ifadə etmək olar vahidini. Bunu da yadımızdan çıxartmayaq, bu da əsasdır. Volt bölünsün metr. İndi baxaq, sahə tərəfindən müsbət yükə təsir edən qüvvə intensivlik vektoru istiqamətində. Mənfi yükə təsir edən qüvvəsi uşaqlar intensivlik vektorunun əksinə yönəlir. Baxın, bizim həmişə intensivlik vektoru müsbətdə mənfiyə yönəlir. Əgər müsbət yükdürsə, bu sahə istiqamətində, sahəyə mənfi yük gətirilibsə, intensivlik vektorunun əksinə yönələcək. Həmişə bu bir qayda ödənilir. Uşaqlar, elektrik sahəsini əyani təsvir etmək üçün, yəni ki, elektrik sahəsini sizin belə tam başa düşməyiniz üçün elektrik sahəsinin qüvvə xətlərindən və yaxud da intensivlik xətlərindən istifadə olunur. Elektrik sahəsinin deyir qüvvə xətləri elə çəkilir ki, onlar hər bir nöqtəsində çəkilən toxunun həmin nöqtədə müsbət sınaq yükünə təsir edən qüvvənin istiqaməti ilə üst-üstə düşsün. Görək bu nə deməkdir? Yəni uzun sözün qısası bu qədər uzun cümlədənsə, görək nə izah eləmək istəyir. Deməli, müsbət yükə təsir edən elektrik sahəsinin qüvvə xətləri müsbətdən çıxan, mənfi yükə təsir edən elektrik sahəsinin qüvvə xətləri mənfiyə daxil olan istiqamətdə yönəlir. Gördünüz? Bu qədər uzun cümlədən bir dənə qısa cümlə çıxartdıq. Müsbət yükə təsir edən elektrik sahəsinin qüvvə xətləri müsbətdən çıxan, mənfi yükə təsir edən elektrik sahəsinin qüvvə xətləri isə mənfiyə daxil olan. Doğrudan da müsbətdən çıxdı elektrik sahəsinin qüvvə xətləri mənfiyə daxil oldu. Bu da belə. Deməli uşaqlar, bizim əsas qeydlərimizdə elektrik sahəsinin intensivliyinə yenidən fokuslanaq. Elektrik sahəsinin intensivliyində bu qeydləri deyəcəm, bunları qeyd edək. Deməli uşaqlar, elektrik sahəsinin intensivliyi dedik ki, düsturu Y bərabər F bölünsün Q ilə təyin olunur. Elektrik sahəsinin sınaq yükünə təsir edən qüvvənin həmin yükün miqdarına olan nisbətinə elektrik sahəsinin intensivliyi deyildi. Deməli, burada Q sınaq yüküdür. Q sınaq yüküdür. Q burada sınaq yüküdür. Uşaqlar, intensivlik F-dən Q-dən asılı deyil. Gəlin bunun səbəbini izah edək. Deməli, F-lə Q bir-biri ilə düz mütənasibdir. Yəni, F-i artırsaz 4 dəfə tutalım ki, Q da artacaq 4 dəfə. Və yaxud da özünüzdən istənilən rəqəm, məsələn, 2 dəfə artırdıq, 2 dəfə artacaq Q-də.
Kəsirin surət və məxrəci eyni qədər artanda və yaxud da eyni qədər azalanda, deməli qiymət dəyişmir. Ona görə intensivlik F-dən, Q-dən asılı deyil, sabitdir. Deməli F bərabərdir Q-Y düsturuna əsasən Y sabit olanda F Q-dən düz mütənasib asılı olur. Bu belə. Deməli burada nə idi? Sınaq yükü. Q sınaq yüküdür. İndi baxaq uşaqlar. İntensivlik, bax, intensivlik diqqətli olaq. İntensivlik sınaq yükündən asılı deyil. Sınaq yükündən asılı deyil. Deməli, intensivlik sınaq yükündən asılı deyil. Nöqtəvi yükün intensivliyindən uşaqlar asılıdır. Deməli, intensivlik F-dən Q-dən asılı deyil, amma intensivlik Q0-dan asılıdır. Gəlin, indi baxaq. Deməli, intensivlik yalnız sahəni yaradan Q0 nöqtəvi yükün miqdarından asılıdır. İntensivlik yalnız sahəni yaradan, deməli, yükün miqdarından asılı olur. Yəni Q0-dan asılı olur. İndi baxaq uşaqlar. İntensivlikdən tutalım ki, belə deyim də, nöqtəvi yükün vakuumda yaratdığı elektrik sahəsinin intensivliyinə və nöqtəvi yükün mühit daxilində yaratdığı elektrik sahəsinin intensivliyinə baxaq. Əvvəlcə Y0 bərabərdir. Deməli, F bölünsün Q yazaq. Biz bilirik, bayaq dedik ki, Coulomb qanunu düsturu K Q1 vurulsun Q0 modulda bölünsün R kvadratıdır. Bir də burada Q var. Onu da qeyd edək. Q1. Q'lər ixtisar gedəcək. Q1'lər qalacaq Q vurulsun, K vurulsun Q0 bölünsün R'in kvadratı şəklində düşmüş oldu. Deməli, uşaqlar, nöqtəvi yükün vakuumda yaratdığı elektrik sahəsinin intensivliyini tapdıq. Elektrik sahəsinin intensivliyi yalnız nöqtəvi yükün miqdarından asılı olur. Sınaq yükündən asılı olmur. Mühit daxilində elektrik sahəsinin intensivliyi isə mühit daxilində, baxın, Y bərabərdir. K vurulsun Q0 bölünsün epsilon R'in kvadratı şəklində təyin olunur. Bu isə mühit daxilindədir. Yenə epsilon, daha doğrusu elektrik sahəsinin intensivliyi R'in kvadratı ilə tərs, Q0-la nöqtəvi yükün miqdarı ilə düz mütənasibdir. Bu da belə. Koordinat başlanğıcına keçən düz xətt. Uşaqlar, gəlin görək, elektrik sahəsi dedik ki, bircins və qeyri-bircins olur. Bircins elektrik sahəsi nədir? Qeyri-bircins elektrik sahəsi nədir? İndi baxaq. Deməli, uşaqlar, elektrik sahəsinin intensivliyi bircins və qeyri-bircins olmaqla ikiyə ayrılır. Gələk, baxaq bircins elektrik sahəsini nədir? Qeyri-bircins elektrik sahəsi nədir? Dəqiqə. Uşaqlar, elektrik sahəsi intensivliyi nöqtədən nöqtəyə dəyişən sahəyə qeyri-bircins sahə deyilir. Bu nə deməkdir? Bütün nöqtələrində intensivliyin qiymət və istiqaməti eyni olan sahəyə isə bircins elektrik sahəsi deyilir. Uşaqlar, bircins elektrik sahəsi həmişə bir-birinə paralel olur və intensivliklər hər zaman bir-birinə, yekun intensivliklər bir-birinə bərabər olur. Elektrik sahəsinin intensivliyi hər zaman müsbətdən mənfiyə doğru yönəlir və burada deməli bircins elektrik sahəsində bir-birinə paralel, qeyri-bircins elektrik sahəsində isə bir-birinə perpendikulyar yerləşir. Daha sonra bunlar bayaqlarım qeyd etdiyim qrafiklər idi. Bunlar əsasdır. Uşaqlar, bu dərsin davamını isə növbəti video qeyddə qeyd eləyəcəm. Hələ ki, dərsimizin birinci hissəsi bura qədər idi. Sağ olun, hələ.